Türkiyə İrana qarşı artıq bütün strukturlarıyla və dövlət quruluşuyla bir dirənişə hazırdır ki, İranın kirli niyyətini yerində otuzdursun, xüsusilə SDK-ya qarşı bu yaxınlarda Türkiyənin bir əskəri həmləsi olacaq. Belə bir durumda İran SDK-nın yanında olsa və Suriyanın qarışdırılmasına və oradan da Türkiyənin sınırları üzərindən Türkiyəyə qarşı bir təhdid siyasətinin içərisində yer alsa, təbii ki, böyük bir problemlə üzləşəcək. Bu baxımdan da mən hesab edirəm ki, bugün siz də söylədiniz ki, vilayəti bir açıqlama bugün verib davam olaraq. Vilayətə də bilirsiniz ki, Xamneyinin dış işlərdən sorumlu baş danışmanı. Bəli, müşaviridir. 90-cı illərdə Dışişlər Bakanı olub, bilirsiniz. Bəli. Və özəlliklə ermənilərin dəstəklənib Qarabağın işğal olunmasında çox sərt mövqedə duran və olduqca alçaqca mövqe sərgiləyən diplomatlardan biri sayılır. Bəli. Və vilayətə də bugün yenidən bir açıqlama verib. Türkiyə ki, sizin bu açıqlamanız doğru deyil, hər halda bir dərs vermək niyyəti güdüb. Mən hesab edirəm ki, vilayət başa düşüb ki, bugün iftara qədər Sayın Erdoğanla Sayın Əliyevin arasında ən ciddi müzakirə olunan məsələlərdən biri də məhz İran olacaq. Onu gözəl bildiyinə görə əslində vilayəti mesaj verib ki, siz bizi müzakirə eləməyin. Və biz xəbərdarıq demək istəyir əslində. Biz də buradan fars faşizmə deyirik ki, biz 200 ildir xəbərdarıq. Siz nə ilə məşğulsunuz? Bəli.